Ziyarətgahlara gedənlərə, həmçinin Mir Məhsud ağanın ziyarətinə gedənlərə nə nəsihət edərdiniz? Nəsihətim budur ki, oraya getməyin. Əgər sizin nəsə istəyiniz var, sıxıntınız var, elə kifayətdir ki, namaz qılıb evdə Allahdan istəməyiniz. Allah kifayətdir. Onlar ölüdülər. Onlar sizə fayda verəməzlər axı. Siz özünüz də fikirləşin, onlar əgər fayda versəydilər, özlərini verərdilər də sağlıqlarında. Biri raxit idi, biri şikəst idi, biri başqa idi. Əgər bunlar sağlığında özlərinə kömək ola bilməyiblərsə, öləndən sonra bunlar sənə necə kömək ola bilər? Lazım deyil belə şeylər. Allah kifayətdir. Ona görə namaz qıl, Allaha dua elə, istənəm Allahdan, bəsdir, vəssalam. Lazım deyil əziyyət çəkib, harası gedmək. Sadəcə İslam 3 yerə icazə verib gedməyə, o da savab niyyətinə, o da məscidlərdir, qəbirlər yox. O da Kəbədir. Çünki Kəbədəki namaz başqa yerlərdə namazdan 100.000 dəfə artıqdır. Sonra Mədinə gəlir, 1000 dəfə artıqdır. Mədinə məscidi, Peyğəmbərin qəbri yox, sallallahu aleyhi ve sellemin. Mədinənin məscidi, Peyğəmbərin məscidi 1000 dəfə savab artıqdır başqa yerlərdə qıldığın namazdan. Bir də Qüds, Yerusəlimdə, orada da bir rivayəti gəlib 500 dəfə artıqdır, bir rivayəti gəlib 250 dəfə artıqdır. Başqa məscidlərdə artıq deyil namaz. 27 dəfə artıq o cəmaat namazıdır, evdə də cəmaat qılsın 27 dəfə artıqdır. Sadəcə məsciddə getməyə savabdır, hə. Gedməyin, qayıtmağın əcrdir, gözləmək, o başqa. Amma çıxıb səfərə savab olmaq üçün ancaq 3 məscidə icazə verilib. Qəbir yoxdur. Qəbir sadəcə gedə bilərsən, qəbirstanlığa atonun qəbri, ananın qəbri gez ziyarət elə, axirət yada sal. Dua elə olar ki, və salam. Budur İslam. İslam budur. Nə başqa şey desəz, eləsəz, İslam deyil, əksinə İslam zidd olaraq. Bəli, bunu başa düşün.